Salam, hörmətli müəllimlər. Mən Hacıyeva Süreyya təhsil alma formaları haqqında sizə məlumat verəcəm. Onu da qeyd edim ki, kurikulum dərslərimiz mövcuddur. Maraqlanmaq istəyən ekranda gördüyünüz nömrə ilə əlaqə saxlaya bilər. Azərbaycan Respublikasında aşağıdakı təhsil alma formaları müəyyən edilir. Əyani, qiyabi, distant, yəni məsafədən, sərbəst təhsil, yəni eksternat, müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsil alana ümumi təhsilin hər hansı bir səviyyəsini vaxtından əvvəl bitirmək hüququ verən təhsil alma formasıdır. Azərbaycan Respublikasında müəyyən edilmiş təhsil alma formaları çərçivəsində evdə təhsil və fərdi təhsil də təşkil oluna bilər. Zəruri hallarda müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsil alma formaları da tətbiq edilə bilər. Məsələn, stasionar təhsil. Müəyyən səbəblərdən uşaq dərsə gələ bilmirsə, qısa müddətdə təşkil olunan təhsil alma formasıdır.